Deyir ki, bağışlanma yoluyla verilən əmlakdan digər övladlar pay istəyə bilərlərmi? Qanunvericilik deyir ki, əgər artıq hər hansı bir əmlak bağışlanıbsa, artıq o şəxsin mülkiyyətidir. Mülkiyyət olduğu üçün orada pay, yəni vərəsəlik payından söhbət gedə bilməz. Vərəsəlik payı o zaman dövrəyə düşür ki, o ölən şəxsin öz adına olur və adında qalır və o halda vərəsələrin payı müəyyən olunur. Amma şəxs sağ vaxtı bunu kiməsə bağışlayıbsa, qanunvericiliyin icazə verdiyi və orada o şəxslərin pay hüququ yoxdur. Sadəcə nə gözlənilə bilər? Bayaq dediyim, orada olan şəxslərin yaşayış hüququ məsələsi. Əgər varsa, yaşayış hüququna malik olan şəxslər kateqoriyasına daxildirsə, bəli. Ancaq bayaq ki, kompensasiya məsələsi olur. Bir nüansda soruşum. Bağışlayan şəxs, deyək ki, ata 3 il ərzində ölərsə, bu halda 3 il ərzində ölərsə, onda bu bağışlanma mı sayılır, yoxsa artıq vəsiyyətnamə ilə verilmiş hesab olunur? Yox, xeyr. Bu elə bağışlanma sayılır. Yəni qarşı digərlərinin iddia qaldırmaq imkanı olur mu onda? Məhkəmə, baxın, mülki prosessual qanunvericilik deyir ki, hər cür iddianı məhkəməyə vermək olar. Sadəcə hüquqi perspektiv olaraq bu iddialarda perspektiv varmı, yoxmu? Onu müəyyən etmək lazımdır. Varmı, yoxmu? Perspektiv yoxdur, adi halda. Sadəcə orada perspektiv nə ola bilər? Bəzi, məsələn, Konstitusiya Məhkəməsinin qərarlarında var, bir neçə fərdi qərarda. Ata, tutaq ki, çox xəstə olub, yəni əqli cəhətdən ola bilər, fizioloji ola bilər, özündə olmaya bilər. Bax, bu cür bağışlama müqavilələri mübahisələndirilə bilər. O da fərdidir, işin faktiki hallarından asılı olacaq.